Salam. Oyunçu aparmasının verilişindən hər birinizi salamlayırıq. Bu, uzaqdan adi nərd oyunu kimi görünə bilər. Amma belə deyil. Çünki burada oyunçu yox, ağıllı aparır. Qaydalara keçməmişdən əvvəl isə istəyirəm sizi qonaqlarımızla tanış edeyim. Aktyor, ssenarist, prodüser və boş vaxtlarında hamının sevimlisi Azər Aydəmir. Ali futbol. Keçək qaydalara. Bu oyun standart nərd oyunu kimi görünə bilər. Lakin bəzi əlavələr var. Əgər oyunçulardan biri nərd taxtaya qoşu atsa, oyun aparıcı tərəfindən dayandırılır və qoşu atan oyunçuya sual verilir. Sualın çətinlik səviyyəsi atılan qoşuya görə dəyişilir. 1 və 2 qoşu asan sual, 3 və 4 qoşu orta, 5 və 6 qoşu isə çətin suallardır. Oyunçu suala düzgün cavab verdiyi təqdirdə ona Joker haqqı verilir. Bu, əlavə gediş haqqıdır. Bu haqqı oyunçu istədiyi zaman istifadə edə bilər. Oyunçu suala səhv cavab verdiyi təqdirdə gediş haqqı rəqibə ötürülür. Lakin səhv cavab verən oyunçunun gedişi bərpa etmə şansı var. Bunun üçün o, yenə qoşu atmalıdır. Qoşu atmasa, cəza yeyəcək. Cəzadan qaçmaq üçün o qoşu atmaqdan imtina edə bilər. Əgər heç nə başa düşmədinizsə, narahat olmayın. Növbəti dəqiqələrdə yəqin ki, hər şeyi anlayacaqsınız. Yəqin ki, qaydaları başa düşdünüz. Başlayaq. Oyunçu aparmasın. Mən bu obrazdan çıxa bilərəm də, problem yoxdur. Həmişə ciddi danışmayın. Başlayaq. Azər du. Ələkbər yek. Bir oyunçu ya yek atır, ya şeş atır, düzdür? Bu oyunçunun söhbətlərdə ya. Burada sərf eləmədi. Əslində mənə sərf edir ki, siz qoşu atassanız. Şeşi du, 2, 6. 8. Mən kömək edəcəm burada, əlimiz çatmasaydı. Ələkbər, Qarabağın oyunu haqqında. Qarabağın oyunu yaxşı idi, hər şey çox yaxşı idi. Ki, bütün Azərbaycan baxıb da oyuna. 100%. Nə deyə bilərsən? Səndən yaxşı kommentari bir dansa verə bilmər yana. Mən dönərlər bütün kommentariyalarımı efirdə buraxdım deyən, ona görə heç nə danışa bilməm bu ilə bağlı. Bir dənə o ilə onu deyəcərəm ki, yaxşı ki, Qarabağ adlı bir şey Azərbaycan futbolunda var. Efirdə, sosial şəbəkələrdə Canlı yayım, canlı yayım. Türklərin bizə qibtəsi məni əlbəttə ki, xoşbəxt elədi. Fənərbahçə, Beşiktaş. Hoppa! Bir qoşa. Bir qoşa. Bir qoşa o deməkdir ki, mən Ələkbərə sual verirəm. Ələkbər, Labuten ayaqqabılarının dabanı, Labuten ayaqqabılarının dabanı Sağ ki, başa düşdüm. hansı rənglə tanınır? Labuten qadın ayaqqabı, yoxsa kişi ayaqqabıları da var? Qadın. Qadın. Hansı rənglə tanınır? Olsun, ağ. Ağ və bu səhv cavabdır. Təbii ki. Ələkbər, reglamentə görə sənin bir şansın var. Yəni ki, əgər sən qoşu atsan, öz oyunu oynayacaqsan. Yox, qoşu atmasan, səni cəza gözləyir. Risk edirsən, yoxsa yox? Elə də gəlin biraz maraq qataq, xeyr yox. Amma qoşu at. Hoppa! 4 qoşan oynayırsan. Təşəkkür edirəm, çox sağ ol. Azər müəllim, 5 qoşadır bu? Yox, beş qoşa deyil. 5-in biridir. Türk mediası haqqında danışırdınız ki, qibtə eləyirlər. Sözümüz, üzürlü sayın sözümüzü yarımçıq saxlamalı olduq. Yox, qibtə eləyirlər. Həqiqətən mən özümü tanıyandan futbol azarkeşi deyirəm, nə yalan deyim. Amma həmişə ətrafımda deyirəm ki, gəlin dostlar, gedək hamama, dostlar, gedək restorana. Yox, bu gün Fənərbahçə oynayır, Beşiktaş oynayır falan. Və çox onlardan aslı bir kütlə dostlarım var. Keçən gün verilişin efirə getməyindən asılı olaraq Qarabağın Benfica üzərində qalibiyyətindən sonra xoşbəxt idilər. Sevinciləri, ki, Fənərbahçə, Beşiktaş yoxdur, indi siz varsınız, Qarabağ və s. və identikliyimizi sevdim. Mən qoşa istəyirəm. Dünənki hesabdır. Zulsə 2-3. Dünənki hesabdır. Bəli. Mənim zərb tutmaqla aram yoxdur. Deyəsən onu başa düşdürür. Heç kəsin arası yoxdur zərb tutmaqla. Hə. Tamam, davam edək. Bu qoşa ritualıdır bu. Yekçar. Azər, maraqlı nə gəlir? Nəyə baxacaq biz sizin iştirakınızla? Hə. Nə oldu? Gəlməlidir. Ona görə. Satış gəldi. Çivo dayı. Başlandı.
Bir dənə hava buraxmalıyam, düzdür, belə sax. Problem yoxdur. Mənim iştirakımla Qırmızı Zona serialı gəlir, kriminal aləm üzrə, bütün streamlaqalar efirə yaxın olsunlar. 2 qoşa. Qoşa. Azər mənim 2 qoşa atdı. Ona görə yenə mən sual verməliyəm. Azər mənim. Fransanın Chanel brendi hansı rəqəm ilə tanınır? Digər parfümer istehsalçılardan fərqli olaraq Chanel həmişə qüvvələnir və fəxarətlənir onunla ki, Chanel öz ingrediyentlərində cəmi cümlətanı 5 ingrediyentdən istifadə edir ki, o baxımdan digərləri daha çox ingrediyentdən istifadə edir ki, onun qalıcılığı, qoxuculuğu çox olsun. Chanel isə 5 ingrediyentlə kifayətlənir. Ona görə 5. 5. Düz cavabdır. Ona görə də siz 2 qoşavızı oynayırsınız. Tamam. Nə oldu? Mən İkinci atış gəlməkdir bu, Azər tərəfindən. Bunu qeydə alırıq biz. Mənə cavab verməli. Səbir, 3-ün 1-i. Aha, Qırmızı Zonadan danışırdıq. Serial izləyənlər biraz təəccüblənəcəklər. Niyə görə? Çünki ənənəvi serial deyil. Yenə bir qoşu atır və yenə mən biabr olmağa yaxınlaşıram daha da. Niyə biabr oldun ki? Onsuz bu sualların cavabını heç mən də bilmirəm. Mənim şansı yayılıb. Sual. Dünyanın ən böyük okeanı hansıdır? Sakitdir də səhv. Sakit okeandır. Düzdür. Onda elektriklər bir qoşanı oynayır. Oynayır. Bəli. Görəm. Bəli. Mən yenə də sadə suallar Bəli. statistikası ilə mən çox belə pragmatik. Artıq 3-cü dəfədir ki, Ələkbər bir qoşu atır. Mənə gəlir ki, zərdə nəsə var. Növbəti sual. Marvel'ın Spider-Man kinosunda, yəni Hörümçək Adam kinosunda əsas qəhrəmanın əsl adı nə idi? Yəni həyatdakı adı nə idi? Spider-Man necə? Spider-Man adı nədir? Peter Parker. Peter Parker və ikinci Jokeri qazanır Ələkbər. Ələkbər partladır bu gün. Və bir qoşasını oynayır. Getdi. Bir qoşadır bu, yox. Bir. Ələkbər necə oldu ki, sən idman blogeri, futbol blogeri necə deyirlər, bilmirəm. Sport blogeri. İnandırım sənə ki, özümdə bilmirəm. Hər şey Sport koronavirusun bekarçılığından başlamışdı. Futbolun olmayan vaxtında oturdum, başladım. Dedim ki, neçə ildir futboldan danışmaq istəyirəm, nəsə eləmək istəyirəm. Başladım danışmağa, elə xırda. Başladım videolar çəkməyə. Sonra başladın qlobala çıxmağa. Sonra da başladım qlobala çıxmağa, bəli. Azər, burada vəziyyət biraz kritikdir elə bir. Çox kritikdir. Məndə də əslində. Jokeri istifadə edə bilərsən. Baxaq. Okey. Du-1. Du-1-də baxın, bax, burada Joker istifadə eləmək istəyirəm. Baxın. Du-1-i oynayım. Debil. Du-1 getdi. Bir dənə də atın. Bir dənə də belə. Bir qoşa. Bir qoşa atsa demək mən yenə sadə bir sual verəcəm indi Azərə. Bunu məncə Azər bilməlidir. Olmaq ya olmamaq. Bu kimin sözləridir? Sözsüz ki, mənim zənnimcə dünyanın ən dəxlisiz, mənasız personajı Hamletin sözləridir o, amma onu yazıb William Shakespeare. Əla. Düzdür. Siz oynayırsınız bir qoşavızı və sizin bir jokeriniz var. Bir qoşanı oynayın, bir qoşanı oynayın. Bir qoşanı. Bəli. 1, 2, 3, 4. Mən biabır olmamaq çalışıram bunları, tam səmimi deyirəm. Sən 4-cü bir qoşa da atırsan. Düzgün qoşa atmaq lazımdır, qoşa atıram. Bu qədər atmaq lazım deyil, suallar qutaracaq birazdan. Onda 2 qoşa. Bu sualdan sonra 2 qoşaya Bəli, keçəcəm. zəhmət olmasın. Ya da ki, biraz sual fikirləşək. biraz böyük qoşalar Özündən atım ki, sual mən verin. 4 qoşa sualı verim, 6 qoşa sualı verim. Amma indi sual verirəm ki, Azərbaycanda və Böyük Britaniyada ən çox içilən nədir? Yəqin ki, çay olacaq. Yəqin ki, çay olacaq. Bu da 3-cü Joker-i qazanırsan və bir qoşavı oynayırsan. Jokerin 3-cü filmini çəkə bilərəm. Məncə bir qoşavı oyna. Bir qoşamı oynayıram. Maraqlıdır ki, 6 qoşa atdıqda siz nə sual verəsiniz? Sözün açığı nə o sualları mən... Nə cavabını bilirəm 2 qoşa. Yenə 2 qoşa. Azər 2 qoşa atıb deyə mən bu sualı verməliyəm. Burada mənəm, Bağdadda isə... Kör xəlifə. Kör xəlifə. 2-ci Jokerini qazanır Azər. 2 qoşa, tamam. 2 qoşa. 1, 2. Sərf eləmədi 2 qoşa. 3, 4. Bu Marsa gedir məncə. Məncə də. Marsa oxşuyur. 6 cahar, 6, 4. Cahar. Davam eləyək. Nədir o görmür? Cahar. Caharsa. Narahat olma, qoşa olanda deyəcək.
Maraqlı nəsə. Ən maraqlı Oo, cavablar. 6 qoşadır bu. Deyilənə görə Kvant fizikası ilə bağlı. çox Məntiq. ağır suallar var. Ələkbər, bu qadın rəssam ilk rəssamdır ki, ölkə valyutasının üzərində şəkli var. Bu hansı qadın rəssamdır? Tak. Deyə bilərəm ki, Sən- onun ad soyadında A hərfi var. Bəli. Bu köməyin üçün həqiqətən təşəkkür Bir edirəm. dənə də mən köməklik eləyim. Onun əri dünyanın ən çirkin kişisi. Pas. Qadındır. Hal-hazırda yaşamır. Yox, aydın məsələdir ki, hal-hazırda yaşamır, amma ki, pas, təəssüflər olsun ki. Mənə elə gəlir ki, Azər bilir bu sualın cavabını və bu qadının adı Yəqin ki, səhv eləmirəmsə söhbət. düzdür. Ələkbər, ikinci dəfə atırsan və Hətta gəl də yoxlayaq da. gəl maraqlı olsun, razıyam. Ələkbər yenə atır. Əgər qoşa Cəza atsa, maraqlıdır mənə. hə, əgər Ələkbər atsa qoşa, öz bundan Qoşanla qabaqki, oynayır. hə, gedişini oynayır. Bu da 6 qoşa idi. Yox, cəza. əgər atmasa burada cəza olur. Aha, все, okey. Və qoşa atmır. Bəli. Məncə bir. Salam. Sözün açığı mən verilişdən qabaq bilirdim ki, belə bir hal baş verə bilər və mən bilirdim ki, burada Ələkbər olacaq və Ələkbər üçün çox mən xoşuma gələn bir cəza fikirləşdim. Ələkbər cəza olaraq kameraya baxacaq və bir dənə şuar deyəcək. Ələkbər Real Madrid fanatıdır və illərləndir ki, biz bilirik, çox qatı azərkeşlərindən biridir. Sadəcə Ələkbər kameraya baxıb 3 dəfə Viska Barsa deməlidir. Və bu kadrı Ələkbəri tanıyan hər kəs kəsə bilər, götürə bilər, istifadə edə bilər. Təşəkkür edirəm. Təşəkkür edirəm ki, bu möhtəşəm cəzanı fikirləşmisən. 2 dənə nüans deyim. Bir, çox sağ ol ki, 5 illik karyera ərzində heç cürə bəlli eləmirdim ki, Real Madrid azarkeşiyəm. Doğrudan. Onu elədim. Bu bir. İkinci məsələ də mənim Barcelona videolarım birində Barcelonanın gerbini öpdüyüm yerdə screenshotlar ümumiyyətlə bütün qruplarda paylaşılır deyən ona görə Viska Barsa, Viska Barsa, Viska Barsa. O əlləri kəsərsiniz də sonra. Krupnu verin onu. Bəli. Ələkbərin 3 jokeri var. Azərin isə 1 jokeri var və sə 1 oynayır Azər. Keçir burada. Bizə burada yeri gəlmişkən bax indi mən jokerdən istifadə edəcəm. Və Güzel deyil, oyun nəsə getmir. du 1. Məncə siz jokerdən istifadə edib ora girməlisiniz. Yox, girəcək amma belə nəsə. Bir Getdi. bu jokerimiz bizə 6 lazımdır. Təşəkkür eləyirəm bu möhtəşəm şansa görə. Amma Davam edə sənin bilərəm. əlin yaxşı gəlir. Hə, ola bilər. Zarafatsız. Ola bilər. Çünki bir qoşalar, sonra Cahar Yek. Ancaq əldən oynaya bilərsiniz. Bəli, hələlik belə gedək. Cahar Du. Cahar Du. Cahar Du. Doz. Oyun tamamilə. Mənim jokerim varmı? Var, bir jokerim var, bir. O da ki, Chanel brendinə aid olan Ondan soğan. da indi istifadə edeyim də, elə indi. Mənə 6 lazımdır. Okey, getdik. Verə bilərəm. Joker, Azər jokerdən istifadə edir altı. ki, 5 ayağını bağlasın. Sədur. Sədu. Bağlaya bilmədi. Yox, belə bir şey deyil. Sədu. Gözəl. Bax, oyun indi qızışır məncə. Bəncəsə. Sədirsə, bu biri, bu da sədə salam mənə ki, buradan gəlir bura. Bu da gəlir bura. Getdik. Belə bir verilişi domino ilə də çəkmək olar belə bir ki. Domino ilə gələk mütləq şəkildə o 4 nəfər olsun, par olsun məsələn. Parasız domino odur. Paradakı xanım olsun mütləq. O şey Həm belə para, həm elə para. Bu nə idi? Bu o deməkdir ki, biraz qorxuram da, yəni olan şey. Yo, göründü, Sədu. gəlirdim. Üzmə gəlir zər. Sədu. Dum. Siz qoşu atmalısınız ki, sualdan joker götürəsiniz. Tamam. Əməli başda Maraqlı. 6-5. 5. Gəldi. Nəhayət bir. Bu 6, var. 5. Mən həm də baxmalıyam, kim düz oynayır, kim səhv oynayır. Bir növdə hakim rolunu daşıyıram mən burada. 5 qoşa vermə, 5 hər şey qoşa yaxşı vermə, olur. hər şey yaxşı olacaq. 5 qoşa ver ki, mən buna sual verə bilmirəm yenə. Bəli, bəli. Səpənc. Üzürlü say. Çox üzürlü say, amma Üzürlü düşmənimiz olsun. Sən futboldan başqa nə edirsən Ələkbər?
Mən hal-hazırda futboldan başqa ümumiyyətlə heç nə eləmirəm. Çox dolğun Çox cavablar. yox. Nəyə görə? Əslində işlə birlikdə elə stres atmağın ən mənə görə möhtəşəm məsələsi futbol oynamaqdır. Çünki bir dövr var idi ki, hardasa il yarıma yaxında oynamırdım. Yəni bildiyin əsəb problemlərim olurdu, amma meydana çıxan kimi bütün həftə ərzində nə baş verirsə hamısını meydanda tökürəm, çıxıram, gəlirəm. Ona görə Futbol oynayaraq yoxsa şərh eləyərək? yox oynayaraq. Futbol şərh. İndi müasir futbolu şərhləmək hal-hazırda işgəncədir. Niyə? Ya yox, o deyil. Futbol o deyil. Oyunçular o deyil. Əvvəl əfsanələr var idi. Əvvəl futbolun daha belə gözəl tərəfləri var idi. Sənə elə gəlmir ki, sən onda indi ola bilər uşaq idin, o sənin üçün daha nostalji gəlir. İndiki uşaqlar, indiki Ola bilər, futbolçulara niyə baxır. yox? Niyə yox? Ola bilər təbii ki, amma yenə deyirəm də o vaxt əgər bir dənə futbol oyunundan 5 dənə, 10 dənə ulduz çıxarda bilirdinsə, indi üstünü güclə çıxardırsan da. Yəni bu o qoşa. Qoşa. Azər, Harry Potter tanıyırsınız. O seyrbazdır. Harry Potter bir məktəbdə oxuyurdu. Təhsil ocağı. Həmin təhsil ocağının adı nə idi? Ola bilməz. Ola bilməz. Sən bilirsən onu. Əlbəttə. Məktəbin adı isə Azərbaycan Mədəni Maarifi Yevlax şəhərində. Qarvırda oxşuyur. Qarvırda oxşayan nə Çox var? yaxın indi. Bu əksi sakitləşdirirsə bu Hogwarts. Hogwarts. Psixoloji olaraq biraz özümə gəldim. Ona görə siz iki qoşanı oynamırsınız. Amma bir məsələ də var. Siz indi qoşanı atsanız və qoşa düşsə, siz həmən qoşanı oynayırsınız. Yox, əgər düşməsə, hər hansısa bir cəza olacaq. Davam edirsiniz. Qoşa atmasanız cəza olacaq. Problem yox. Cəza olacaq. Olsun. Hogwartsdan bətər cəza olmayacaq. Oydu. Çox yaxın idi. Elə bildin 5 qoşadır. Azər qoşa atmadığına görə cəza olur. Və cəzamız nədir? Növbəti ikinci gedişinə kimi futbol şərhçisi kimi bu oyunu şərh eləməlidir. Və mən, bəli. Mən. Bəli siz. Futbol şərhçisi. Bütün burada gedən gedişləri, sizin oyununuzu, ümumiyyətlə ola bilər mənə də şərh eləyə bilər. O artıq öz seçimidir. Ona görə əziz dostlar, qarşılayın Nər çempionatının yarım finalında biz Azər və Ələkbərin oyuna baxırıq və mənim həmkarım Azər. Buyurun. Ələkbər arıq barmaqları ilə hal-hazırda atır, zərləri 6-2 gəlir, 6-2 və tapır, o əlbəttə ki, tapır 6-2-ni və mən götürürəm zərləri davam edir. Azərdən atış! 6-3 Ələkbəri yüngülvari tər basır, amma təri gizlətmək üçün o bütün operatorlardan və bütün aparıcı və təşkilatı kollektivdən öz hisslərini gizlətməyə çalışır, amma Ələkbərin içalatını biz bilirik. Biz, bəli, düzdürmü tamaşaçılar, biz hamımız bilirik ki, Daha emosional. Ələkbər hansı yuvanın quşudur? Pəncidir var. Pəncidir, nə demək istəyirsə 5-2 ilə. 5-2 ilə indi biz aydınlaşdıracağıq. 2-5 eyni şeyi də mən atıram və Ələkbərin bu xoşuna gəlmir. Əlbəttə ki, onun hiss olunur ki, öz boğazdan. Bu arada bildirim ki, Azər nə qədər çox danışırsa, bir o qədər bu oyunu şərh eləməlidir. Ona görə... Bəli. 2 var, 2 var. Bu qədər, ikinci gediş oldu. 6-4 və mən indi hal-hazırda sok içə bilərəm. Oyun bitdi, bəli. Necə edək bəli? Möhtəşəm, super. Məncə bunu inkişaf elətdirməyə, davam elətdirməyə olar. Nər şərhçisi kimi, şərqdə iyilik... Şərqin ilk nər şərhçisi kimi. Şeşidu. Bir dənə qoşalıq, yox. Cahariyə, Ələkbərlə Hüseyin bilmirdi ki, Azər bir neçə saniyədən onu atacaq. Onu atandan sonra onların gözləri alnına çıxdı. Sözün əsl mənasında. Fiziki olaraq bu mümkündür, amma gözləri alnına çıxdı. Bəncəsə. Nothing special. Bəncəsə. Sə onları Bura girməyə lazımdır məncə. Pənc bu gedir. Bu pənc oynadı. Pənc. Getdik. Bəncəsə, bəli, bu tendensiyanı davam elətdiririk. Dostlar, gördüyünüz kimi yenə Azər 2 qoşa atır və mən 2 qoşa sualını verəcəm sizə. Kiçik Şahzadə hekayəsində əsas qəhrəmanın yanındakı heyvan hansıdır? Kiçik
Şəhzadə və mən ipucu verə bilərəm. Orada A hərfi var. A hərfi yoxdur. Hoppa. Belə bir ipucu verə bilərəm ki, A hərfi yoxdur. Məsələn. Mənə elə gəlir ki, onun yanında heç bir heyvan yoxdur. Durulmuş bir məsələ. Madəm ki, əgər bizim ədəbiyyatçılar, kiçik şahsələrdən yazan ədəbiyyatçılar israrlıdırsa orada hansı heyvan var, onda o heyvanı mən tanımıram. Azər heyvan tanı, bəsərək versən tanıyırsan həmən heyvanı. Çox Orada heyvan var. Özünü tanıyıram, amma ki ehtimal olaraq deyə bilərəm ki, eşşək ola bilər bu. Məncə. Sağ olsun Ələkbər. Cavabı deyirəm bu tülküdür. Cavabı da tülkü. Sizin bir şansınız var. Yenə qoşa ata bilərsiniz. Əgər qoşa düşərsə, siz davam edirsiniz oyununuza. Qoşa düşməyəcəksə cəza. İmtina edirəmsə? İmtina edirsə keçir. Onda Ələkbər də davam edəsin. Amma o bursuz cəzalar hamısı asan idi. Geri seçərdiniz. Azər, sizə belə bir sual verim. Futboldan biz danışmışkən. Futbol haqqında bir serial çəksək. Necə bir serial olar? Ümumiyyətlə baxılarmı? Məncə baxılar. Bu mənim subyektiv fikrimdir. Təəssüflər olsun ki, mənim subyektiv fikrimə görə klubla kifayət qədər qürurlana bilmirəm ta o ana ki, klubda oynayan futbolçuların soyadları var. Mənim millətimin soyadları olmasın. Amma legionerlərin sayının az olması və Azərbaycan əsilli futbolçuların şou göstərməsi məni daha fərəhləndirər. Daha da sevindirərdi. Hamımızı məncə o daha çox sevindirərdi. Amma Ələkbər, sən nə deyə bilərsən? Bu haqda zəri atırıq. Mən təbii ki, qismən razıyam bu məsələ ilə. Çünki onunla bağlı razı olmamaq özü-özlüyündə düzgün deyil. Amma bunun üçün bir dövr lazımdır ki, o futbolçular yetişsin, çatsın. Bizdə misal üçün legioner limiti var idi, o aradan qaldırılıb. İndi legionerlər tam olaraq oynaya bilər. Bu da mənə elə gəlir ki, bizim Azərbaycanlı futbolçularımızın içində bir rəqabət hissini oyadıb, onları daha yaxşı etmək naminə qəbul edilən qərardır ki, burada hər şey futbolçuların özlərindən asılıdır. Burada biraz mental məsələlər var, biraz psixoloji məqamlar var, ölkənin ümumilikdə, yəni bütün bu yanaşması var və s. və axır, amma bu ilə tam olaraq razıyam və bu haqda əgər film sualına qayıdırıqsa, bu haqda həqiqətən də hansısa belə bir kino olsaydı, məncə çox möhtəşəm olardı. Mən əslində soruşmadım bu futbol nə vəziyyətdədir. Deyirəm ki, biz bir kino çəksək, bir serial çəksək, yəni bu futboldan yenə deyirəm, futboldan başqa bir insan, hələ tezdir. Misal üçün, yenə deyirəm, tamaşaçıların baxış günündən fərqli olaraq ən son qalibiyyətimiz, möhtəşəm qalibiyyətimiz Salsın qarşısındakı siyasətçisindən sənətçisinə kimi iki mən qarşı. Hər kəs baş əyir Qarabağ futbol klubu qarşısında. Benfica üzərində möhtəşəm qələbəyə görə. Amma bir dənə məsələ var, o fikrin sadəcə davamı olaraq. Ümumiyyətlə, Azərbaycanda futbol biraz, belə deyək də, çox negativlə, çox böyük negativlərlə bağlıdır deyənə, onların içindən bir qəhrəman seçməyə çox çətindir. İndi yaxşı ki, Qurban Qurbanov var, Allah da onu bizə göydən nəsib eləyib. Çox bilməzsin, təbii ki. Və əslində, bax, belə bir tipli hansısa futbolçunun, hansısa bir hekayəni bir qəhrəman statusuna qaldırmaq, bəlkə də uşaqların futbola gəlməsini, bu yerli bəzi futbol problemlərini ictimailəşdirmək kimi bir şey olsaydı, məncə maraqlı olardı. Amma yenə də bu, təbii ki, vaxt məsələsidir, hələ buna var. Bir filmi, bir kinematografist kimi deyim ki, sizin də yəqin məlumatınız yoxdur və çox güman ki, bizi izləyənlərin də məlumatı yoxdur. Qurban Qurbanov haqqında, onun gəncliyi haqqında, Zaqataladakı həyatı və dövrü haqqında mənim yaxın dostum Əli Səttar Quliyevin rentə aldığı Stadionlar Səssiz Qalanda bədii filmi var. Əlvida filminin rejissorundan söhbət gedir. Stadionlar Səssiz Qalanda filmini izləsəz, siz görərsiniz ki, Qurban Qurbanov Zaqatalada uşaqlıqda hansı əziyyətlərdən keçərək futbolu sevib və kim ona bu futbolu sevdirib. Mütləq o filmə baxın. Təsvir olsun ki, o filmi açıq indi internetdə yoxdur, amma çox istəyən tapa bilər məncə düşünür. Çox yaxşı filmdir bu arada.
Baxırsan. Hə, əlbəttə. Onun təqdimatını vermişdim. Çox təsirli kinodur əslində. Məncə o. Mən bilsəydim ki, siz futbol haqqında bu qədər danışacaqsınız, mən çox kimə göz sualı verməzdim. Mən elə görüşdüm hamının yaralı yeridir. Çox belə neqativ danışdınız əslində. Mən Yox, niyə neqativ, niyə? Nikbindir əslində. Son yəni Bundan xoşbəxt ola bilər. Çempionlar Liqası. bəli, son 2 həftədə Azərbaycan bu heç elədi Ukrayna ilə, həm Qarabağ Benfica-nı utdu. Başa düşürəm, problemlər var, amma hər şey yaxşı olacaq. Yəqin ki. Çox sağ olun. Yaxşı, bəs digər bir film olsa, Azərbaycan necə bir film çəkmək istəyirsiniz, amma hələ ki çəkə bilmirsiniz və yaxud istəyirsiniz də onu çəkəsiniz. Ümumiyyətlə mən çox istəyirəm ki, Azərbaycan kinematoqrafı serialları və s. artıq tarixi mövzulara toxunsun. Təəssüflər olsun ki, həm biz büdcə baxımından onu toxuna bilmirik. Həm də ki, sabiq Bakı Şəhər İcra Hakimiyyətinin apardığı siyasət baxımından toxuna bilmirik. Niyə? Çünki büdcəmiz olsa belə biz məcburuq ki, Azərbaycanın 90-cı, 80-ci, 70-ci illəri barədə filmləri Gürcüstanda çəkək. Niyə? Çünki sabiq icra hakimiyyəti strukturu Bakını çox yaxşı mənada yenidən qurması ilə məşğul olub. Həqiqətən də yenidən qurma işləri görülüb A-dan Z-yə kimi, amma kinematografçıları nəzərə almayıblar. Çünki biz öz tariximizi çəkmək istəsək, bizim köhnə binalarımız, köhnə kommunikasiyalarımız, məhəllələrimiz qalmayıbdır. Ona görə bizə bir çətinlik çəkirik. Kino baxımından yenə deyirəm, mən elə gəlir ki, prioritet hal-hazırda 90-cı, 80-ci, 70-ci illərdə baş verənlərdir. Heç bir şey qoyduq qırağa bu. Futbolu falan hamısını qoyduq qırağa. Məktəb başlayır. Niyə məktəbdə heç kim danışmır? Məktəb haqqında danışmağa başlasaq, bu veriliş qurtarmayacaq çox güman ki. Maraqlı keçir məktəb illəri. Mənim məktəb illərim indiki uşaqlarla nisbətən məncə daha maraqlı keçir. Niyə? Keçib. Yox, indi daha çox telefon və s. və axır çox belə asosial uşaqlar var. Bizdə biz əvvəl hansısa emosiya çox idi elə. Emosiya çox idi, nə bilim, adi vərəqdən biz çələ əyləncə çıxarda bilirdik ortaya. Yəni o Sənə gəlmir ki, onda indiki uşaqlar daha çox məlumatlıdır da hər şeydən. Okey də bu o şey deyil axı. Uşaqlığı yaşamaq lazımdır məncə. Hər şeydən məlumatlı olmağın Siz bəyanını vaxtı var boşa məncə. atmırsınız. Mənim xoşuma gəlmirsiniz İndi yavaş-yavaş. atarıq. 10 ildən sonra uşağım dünyaya gəlsə, Ola təbii ki, bilər onun ki. dövlət məktəbində böyük məmnuniyyətlə oxuyacaq. Tamam. Altı qoşa. Oho! Axır ki biz altı qoşa atdıq. Əsl vaxtı idi. Ələkbər ikinci altı qoşanı atır və altı qoşa, yəni yadda salım ki, altı qoşanın sualları çox çətin və ən çətin suallardan biridir. Ələkbər, Əli və Nino əsəri hansı gizli təxəllüslə yazılıb? Yəni bunu da bilmirsənsə, mən özüm bilmirəm. Yanıla bilər. Bu əslində sualların bir çoxu məncə Azər müəllimə yönəlməli olan suallardır, amma mən Siz bilirsiniz? iki dənə variant var ağlımda. İkisindən birini, olar ikisini də deyim, hansı indi Bəli. Biz ya Leyli Məcnun ya da ki Romeo Juliet ola bilərdi ikisindən. Yox, hansı gizli təxəllüslə yazılıb? Yazan hansı gizli təxəllüslə yazılıb? Leyli Məcnun və Romeo Juliet. Mən bildim, ümumi əsərin. Bəli. Suala cavab vermə deməli formamdan başa düşürsüz. Çox da intellektual insan burada oturmuyor. Mənim işim ancaq 22 tərli kişini müzakirə eləməkdir. Ona görə Və də söhbət futboldan getmir. Bəli, təbii ki. Azər bilirsiniz, Çox böyük mübahisələr gedir Əli Nino əsəri üzərində. Başlandı. Hərçənd uzun illər gedir, indi daha aktualdır. Açığı deyim, mən çox istəyirəm ki, bu efirə getsin. Mən başa düşmürəm ki, o əsər üzərində niyə belə mübahisələr gedir. Çünki əsər zənnimcə çox zəif əsərdir. Zəifdir. Zəif əsərdir, bəli, və Ələkbərin nərddə oynamağı kimi. Aha. Sevgi haqqında Deməli, Nazirə deməyəcəm, sən deməli. introducing olmuş ən zəif əsərlərdən biridir, amma o bizimdir. Bizimdir deyə bəlkə biz onu sevirik. Onu kim yazıb indiyənə qədər sual mövzusudur. Amma ən gizli təxəllüs hansı ki, insan onu öz pseudonimi ilə yazıb və onun altında hansı məqsəd güdüb bilmirəm. Söhbət çox Qurban Sahib. Qurban Sahib bilmirdim bunu Ələkbər. Yaxşı, Lewandowski olsaydı bilərdim. Futboldan danışaq. Ələkbər sən Lewandowski yazıb da.
Ələkbər, sənin şansın var. Bir də atırsan. Əgər qoşa atsan, oynayırsan. Yox, qoşa atmasan, sənə cəza verib. Yaxud imtina edirsən. Gəl biraz Ələkbər action çox qataq. azart. Biraz action qataq çünki Və qoşa atmır Ələkbər. Ölmürəm cəza üçün. Ver cəzalı. Ələkbər qoşa atmadığına görə biz Ələkbərə 3-cü cəzadır, ikinci cəzadır. İkinci cəzasını verəcəyik. Ələkbər hər hansısa bir tanınmış şəxsə və yaxud tanınmamış şəxsə fərq yoxdur. Amma tanınmış olsa daha yaxşıdır. Komment yazmalıdır və kimə yazacaq, onu kim seçir? Azər seçir. Bəli. Yəni bu ən azından elə bayaq biz danışdığımız Çox xahiş edirəm. Mən çox istəyirəm ki, siz Sevil Sevinç bacılarına yazasınız. Sevil Sevinç bacılarına komment İkisinə yazacaq. birdən yox. İkisinə bir, mən bilmirəm, Instagramın bir yerdədir yoxsa yox. Və çox istəyirəm ki, bir kəlmə söz yazasınız ingiliscə. İngilis dilində yazacaq. Aha, okey. Və söz olacaq together. Deyəsən nəsə subliminal mesaj var Yox, burada. sadəcə together. Together yəni əkiz bacılar bir yerdədirlər. Bəli, Together bir yerdə. Və Nidaş. Məncə bu heç bir problem yox. Görürsüz yoxsa yox. Bu akkauntda. Sən yazandan sonra Hər kommenti hansı bir şəklin göstərəcəksən. altına yazın together. Yox, şəkili mən seçirəm. Hə, sən seçirsən. Tamam. Bu məncə verilişin biraz stilistikasına uyğun. Çox gözəl Şəkildir. məncə Xahiş şəkildir. edirəm. Yazın together və Together Nida. ora yazırıq. Və nida işarəsi. Və 8 il pozmaq olmaz kommenti. Onu mən demədim. Qurban. Qurban. Yaz, onu deməz. Burada da göstərirəm. Bilməm indi göndərsə o getdi. İndi oradan kimlə başa düşəcək subliminal? Yox, burada pislə var ki, together. Bir yerdə. Bir yerdə. Amma əsas mənəvi mesajı odur ki, Allah sizi həmişə Mehriban eləsin. Bəli, bir yerdə olsun. Deyir tək əldən səs nə etməz? Çıxmaz. 6-3. 6-3. Bunun həmişə Getdi. çox belə maraqlı cavabı olur. Şeş. Hə, elə ki məktəbdən danışırdın. Göy məktəbdə bomba olan olmusan, Yox. amma döyümüz nəsə belə bir şey dedin. Yoxsa mənə elə gəldi? Yox, sənə elə gəldi, amma ola bilər də. Niyə? Yəni demək istəyirəm ki, mənə elə gəlir ki, və Azər müəllim məncə bunu təsdiqləyər çox güman ki, bizim məktəb illərimiz daha maraqlı və daha xatirdə qalacaq şəkildə keçib, nəinki indiki uşaqlar. Mənim şəxsi fikrimdir. Bir mənalı olaraq. Mənim şəxsi fikrim. Yaxşı, mən belə bir qayda fikirləşdim indi bu dəqiqə. Məncə bu bütün qaydaların ən maraqlısı budur. Mən hərəvizin yerinə bir dəfə atıram. Mən zər tuta bilirəm deyə getdik. 2 qoşa. Azəri yerinə 2 qoşa atdığıma görə, çünki mən burada ən yaxşı qoşa atan mənəm, sual verirəm. Bir canavar aktyor kimi cavab verin. Canavarların ən sevdiyi səma cismi nədir? Düşündüyünə görə çox asan sualdır. Ayı sevirlər. Ay əslində düzgün cavabdır, amma canavarlar o qədər olub ki, adam yeyirlər. Yoxsa demirlər. Siz də çox səhv məlumat. Azər müəllimin jokeri var. Amma 2 qoşavızı oynayırsınız. 2 qoşanı oynayırsınız, çünki mən atmışam 2 qoşanı. Azərin yerinə indi isə Ələkbərin yerinə atacağım. 2 3 4. Yadca salın ki, mən çox güclü zər tuta bilirəm, ona görə Ələkbərin yerinə atıram. Gördüyünüz kimi mən yalan danışmıram. Ələkbər, 5 qoşa. 5 qoşa attığıma görə mən sənə sual verirəm. Ələkbər, Gioconda şəklin əsl adı, yəni ictimaiyyətə daha çox tanış olduğu Mona Lisa. Çox sağ olun, sual ataq verim. O qədər də görsənmək istəmirdim. Bəlkə kimsə bilmir və bunu öyrənəcək. Yəni ictimaiyyətə daha çox tanınan adı Mona Lisa'dır. Və onu çəkib ki, Da Vinci. DiCaprio. Bəli. Ələkbərin jokeri var. 5 qoşanı 100%. Zəhmət olmasa 5 qoşanı oynar. 5 qoşanı gedmir, oynaya bilmirsən. 3 bu. Gedir əslində. Buradan ora 5 gedir. Buradan ora 5 gedir, amma buradan ora 5 gedir. Buradan gedir. İndi Azərə çatmaq üçün 4 dənə joker istifadə edə bilərsən. Yox, bir dənəsini istifadə edirəm. Biri çıxdı. Cahar 6. Hə, gəl. 6. Bu da cahar. Birini istifadə edirsən ancaq. Əgər birini də istifadə edirsən, birini də istifadə edin ki, gəl. Şeş cahar bir dənə. Eyni şeydir də üstad. 6 cahar. İsrafçılıq eləməyək. Yəni var. Atalar üçlənliyib. 5 2. Gəl. Bu pənc girdi içəri. Girdi bu. 4-cünü istifadə edirsən. O saxlayaq lap belə jürniyə. Onu saxladıq lap belə yağlıya. Tamam. Yağlıya üzr istəyirəm. O zaman Qruq yox, dairə. Azər, siz razısınız Ələkbərlə ki, o vaxtı məktəb oydu, indi məktəb o deyil. bir mənalı olaraq, çünki məktəb O deyil. o deyil bizim uşaqlarımız üçün. Çünki biz hamımız valideynik, bilmirəm deyə Ələkbər valideyndir yoxsa yox, amma inşallah olar. Valideyn. Siz hamınız valideynsiniz.
Bəşəriyyətin ən böyük Problemi 5 qoşa atmamaqdır. Bəşəriyyətin ən böyük problemi. Azər 5 qoşa attığına görə mən əminəm ki, Azər bu sualın cavabını bilir, sadəcə bu sual verirəm. 100 ilin tənhalığı. Belə bir roman var. Bu romanın müəllifi kimdir? Yenə mənim bir ipucum var. Bu Tofiq Bəhramov deyil. İpucunuza görə. Bu ipucum 3 dənə A hərfi var. Mən ola bilər səhv deyərəm familiyasında. onun adını. Hərçənd 100 ilin tənhalığı. İndi 100 ilin bizə tənhalığı baxanlar romanı. CNN TV-də deyəcəklər ki, Azər çox özündən razıdır. Niyə? Çox romantik, Buradakılar da- çox gözəl, çox möhtəşəm bir əsərdir, amma 19 yaşlı uşaq üçün. Və söhbət Gabriel Garcia Marquez'dən. Bu sözə dəstək olaraq mən Mənə həyatıma gəlir ki, mən ipucu verməsəydim ki, bu Tofiq Bəhramov deyil, Bəhramov A hərfi var orada və siz Joker qazanırsınız. Bəli. Sizdə Joker var. Joker istifadə edirsiniz 5 qoşan onun yanından sonra. 5 qoşan olmadığına görə Jokerdən bəli. Məntiqən istifadə edirəm ki, başqa şans əldə 2 qoşa. 2 qoşa. Bayramdır ki bu. Azər 2 qoşa attığına görə mən 2 qoşadan sual verirəm. Azər, şahmat oynaya bilirsiniz? Təəssüf ki, yox. Bəs bilirsiniz ümumiyyətlə nə baş verir orada? Kim kimi öldürür? Bilirsiniz? Bəs şahmat lövhəsində diaqonal şəkildə hərəkət edən kimdir? Yenə deyirəm, ipucu verə bilərəm. Burada A hərfi nədir? Yoxdur, təbii ki. A hərfi yoxdur. Və 5 hərfdən ibarət deyil. Nəzərinizə çatdırım ki, şahmatda şah var. Var. Bundan artıq mən nə edə bilərəm ki? Təxmini oyun strategiyasını bilirəm. Orada amma A hərfi var mən dediyimdə və Nədir o? O kimdir? A hərfi söhbət atdan gedir. Bəs atın neçə yaşı? Atın dostu fil. Atın dostu kimdir? Cavab nədir? Gəlin yaxşı onda ipucularınızın fil deyim. Orada A hərfi yoxdur amma yenə deyirəm əmin deyirəm. Fil Fil. Jones. Fildir. Düzdür. Sırf o Jones. Sizin ipucu vermə qabiliyyətiniz yəni həqiqətən məncə filə necə çıxdınız? Belə. Hə, filə necə gəlir? Mən əminəm ki, at gedir diaqonal. Sən demə alçaq fil də gedir. Bəli. Məktəb illəri. Pəncə yek 5-1. Bu yek. Bu pəncə yek şeşcar, bunlar hamısı hansı dildədir ümumiyyətlə bilirsiniz? Bu fars dilində olmalıdır, səhv eləmirəmsə. Demək belə. Pəncə qoşa. Pəncə qoşa. Azər 5 qoşa atıb deyə mən 5 qoşa sualını verirəm. Azər hansı məşhur idman ayaqqabısı geyinirsiniz? Brendi qədim Yunan tanrıçasının şərəfinə qoyulub ki, biz orada salamız. Əslində bu sualın cavabını bilmirəm. Amma gəlin məntiqən sadəcə özümüzə. Gəlin məntiqən sizlərlə. Mənə elə gəlir ki, Adidasla Nike deyil. Deyil. Çünki İpucu verim. Burada söhbət gedir qadının şərəfinə verilirsə. Qadının, tanrıçanın şərəfinə. Əgər biz bildiyimiz opponan tullanan məxluq həm də o ölkədə qadın adı olubsa, onda söhbət Pumadan gedir. Bəlkə də səhv edir. Mən ipucumu qulaq asmadınız. Bu sözdə A hərfi yoxdur deyəcəkdim. Amma bu çox lazımlı və birinci dəfədir ki, bu lazımlı oldu və siz bunu istifadə eləmədiniz. Puma cavabını mən Puma, mənim cavabım Pumadır. Təəssüf ki, bəli, bu Nika. Bəli, Nike-də Nika tanrıçasının şərəfinə qoyulub və mən keçirəm şok faktda. Ümumiyyətlə dünyada neft tarixində mən inanmıram ki, belə bir şey olub ki, bir insan danışanda ümumiyyətlə yaddan çıxarsın ki, nə oynayır və necə oynayır və bütün qaydaları. Məsələn, ondadır ki, Ələkbər bura yığmalıdır daşları. İndi yuxarıdan öz evinə gəlib çıxmıyor. Bəli, bəli. Yəni o Evə dəyib gəlmişəm. Yəni ki, o evə dəyib, bura yığıb, buradan keçib ora, indi də ora keçib təzədən qayıtmaq istəyirdi. Bu demək ki, Ələkbər ikinci qruq Azəri hətta o da bilər. Bu Mars deyil artıq. Buna təzə ad fikirləşək məncə. Yupiter. Çox güman ki, verilişin əvvəlində dediyin ki, bu oyunu oynayan yox, intellektual cəhətdən daha belə üstün insanlardır. Mən bu ətrafımda olan insanlar da başlayacaq ki, o qədər ki, planetin adı təzə çıxıb o. Onu bəli. Onda gəlin davam eləyə görə hara gətirir bizi?
Oyunu, mən bütün əhvalım. Nə qoşu atırsınız, ora uçasınız. Nerede oynuyorsunuz, nə Baxın oradan çox maraqlıdır. Çahar Mən gedə bilmirəm. Bir. Yaxşı. Все. Əslində qoşalar getməlidir burada. İntensiv, 3 qoşa deyil bu. Səbeş. Pəncisə. Getdi. Pəncə Cahar for, pənc. Ki, məndə yoxdur. Mənə sual vermək lazımdır. Düzsə. Sədu. Müəllim gedir yavaş-yavaş. Bu çox maraqlı. Ələkbər işdə formulaya gedirsən. İstəyirəm mən gedib çıxa bilsəm gedəcəm çox güman ki. Sən belə oynasan biz gedə bilməyəcəyik Bəlkə çünki iki qoşalar var, hə. Ələkbər 2 qoşu attığına görə mən 2 qoşu sual verirəm. Ələkbər Günəş sistemindəki ən böyük planet hansıdır? Jupiter. Jupiter. Düzdür. İki 2 qoşava oynayırsan, bəli, və sən bir jokerin var. Bəli, bu jokerdən mütləq şəkildə istifadə. Çünki öz olduqca xüsusi intellektual bacarıqlarıma görə oyunun Sən Ələkbərin neçə 2 dənə joker var? 2 dənə. Hə, 2 dənə joker var. 2 dənə jokerimi istifadə edə bilərəm. Bu birinci joker. Bu birinci joker, bir dənə də qoşu olsa çox yaxşı olardı, amma təəssüflər olsun ki, yox. 6. Sən Bu da gelir. getdi. O birisini də eləyək. İkinci joker. İkinci jokerdən bir dənə qoşu. İkinci jokerdə pəncidir, 5-2-dir. Getdi. Hə, formulaya dedin ki, gedirəm və mən formula fanatıyam. Formula olmasa mən yaşaya bilmərəm. Yoxsa mən səhv başa düşdüm. Səhv başa düşdün əslində. Formula olmasa yaşaya bilərəm əslində, amma çox yəni elə bir hadisədir ki, onu buraxmaq düzgün deyil mənim fikrimcə. Ona görə də sevə-sevə gedəcəm və Kimə azarkeşliyirsən formulada? Mən ümumiyyətlə Ferrari fanatıyam deyənə ona görə Azər formulada sən kim azarkeşliyirsən? Mən formulada Marriott otelə azarkeşlik edirəm. Çünki Marriott oteldə qalanda insanlar maraqlı preferensiyalardan istifadə edir. Məncə amma Marriott otel uduzacaq bu il. Onu bilmirəm. Hilton otelə də necə deyirlər, qibdə eləyirəm. Çünki orada olan insanlar formulanın bütün mükəmməlliyini görə bilirlər. Başqaları bəs? Başqaları 600 euroya bilet alır. Siz çoxdandır qoşu atmırsınız və mən başa düşürəm ki, burada gərginlik var. Özdə mən eşitdiyimə görə... Çaharlar. Çox sağ ol. Ələkbər 4 qoşu atıb və mən bayramda mən sual verirəm. Ələkbər, ilk Nobel mükafatı alan qadın kimdir? Uyda. Mən həmişə kimi öz ipucularımı verirəm. Onun bizim bir çaylarla bağlı bizim yaxınlığı var o adda və sənin bəxtin gətirib ki, adında 2 dənə A hərfi var. Bax, bundan artıq mən heç bir ipucu verə bilərəm. Niyə vermirəm ki? Yoxsa? Adında. Adında var və mənə elə gəlir ki, bir balaca fikirləşsən də tapa bilməyəcəksən. Biraz da danışsam ümumiyyətlə fikrim gedəcək. Kür Araz sxemi ilə getsək. Aha, yaxınıq. Kür Araz Azər sən bilirsən? Yox. Nəysə. Adında 2 dənə A hərfi var. 2 dənə A hərfi var. Yox. Mən sən Bax, indi çayları dedin. Çünki sənə joker lazımdır. bilirəm, mən joker Vəziyyət lazımdır. gərgindir. Caharlar da gəlib Bax, çayları dedin və çaylardan birindən oxşardı. Yəqin ki, Araz deyil adı. Bu ipucudur. Yəqin ki, Nobeli alan Araz adında adam mən hələ ki tanımıram. Heç cür. Heç. Təəssüf Ələkbər bu suala cavab verə bilmir, amma bu kimi? Amma sən bir dəfə də şanslısın. Qoşa da bilər, amma olmasa cəzadır. Sən əlin gətirmə. Gəl öz marka. Və Ələkbər sələr atır və ona görə 3 qoşasını oynayır və bununla da yaxınlaşır qalibiyyətə. Çünki o Ferrari komandasına azarkeşlik eləyir. Pənciyek. Mən Birincisi Birinci çıxır və sən köməklik göstər. Ələkbər Azər udur, qoşu atmalısan məncə sən ki, sən Azərə necə çatasan və bu 5 qoşadır. Bam barabam. Qurban. 5 qoşu atsa mən indi sual verəcəm Ələkbərə. 5 qoşadan onsuz da tapmaq ehtimalı böyükdür. Çünki daha çox cavab verib, nəinki cavab verməyib. Kraliça Arı ləqəbli Amerikanlı məşhur müğənni kimdir? Yəni kimə deyirlər? Kraliça Arı. A hərfi yoxdur adında. Kraliça Arı. Ha? Kraliça Arı müğənnidir. Mahnılar da var. Başqa şey mahnıları var. Amerikadan neçə dənə belə müğənni tanıyırsan? Məşhur. Ancaq belə sualı cavabını bilmirəm, amma prosta, sadəcə olaraq
Hə? 3 dənə addı. Beyoncé. Düppədüz. Beyoncé. Beyoncé. Və o doğru deyil. Beyoncé. Beyoncé. Beş qoşama oynaya bilərəm. Aysa 5 qoşama oynaya bilərsən. Əlbəttə ki, oynaya bilərsən və sənin Jokerin də var hətta. Jokerim də var Suala hətta. düzgün cavab verdiyinə görə Jokerim var və mən görürəm ki, Azər biraz həyecanlanır artıq. Bəli, həyecanlanmaya ehtiyac yoxdur. Çünki 6-2 6 çıxdı. 6 çıxdı. 6 getdi. Elə Du da qalıb elə. Du yox, mümkün o bağlıdır ora. Getdi Ələkbər, bir dənə də qoşa. Bir dənə də qoşa verək. Bir dənə də qoşa, du bir qoşa deyil. Jokerimdən də istifadə edirəm. Joker getdi, bir dənə də Joker 6 yek. Nədir o? 6 6 3 6 çıxır, səs yox. Səs. Mən hal-hazırda ya comeback eləyəcəm, ya da comeback eləməyəcəm. Səyik. Zarafat gəldi ağlıma, təəssüf ki, deyəmirəm onu. Pənc yek, pənc çıxdı, yek yoxdur. Tez, səbir, qoşaya kimi tez. Qoşaya kimi? Sabir. Okey. Getdi. Cahar yek yoxdur. Yox, gedəmir. Cahar yek gedir axı. Cahar oynamalısı ki, yek çıxsın. Oynamayıb. Hamın bəxti gəzir, mən də qaydalarını bilirəm. Məsələn, mən elə gəlir ki, yoxdur. Mən Cahar. Getdi. Ələkbər demək olar ki... 6 getdi. 6 bir şey qalmır. Hal-hazırda bütün söhbətlər qalıb qırağa. Bəli, əsas oyundur. Pənc oradan getdi. Açdıq burada. Bəli, Cahar ayağı açıldı. Elan. Cahardır, yoxdur. Yoxdur. Cahar pənc, o nədir orada? Pənc, bu da Cahar. Pənc, bu da Cahar. Cahar pənc var. Ələkbər bir qoşu atdığına görə mən sual verirəm və sualı çox tez verəcəm. Ələkbər, Azərbaycan bayrağında neçə rəng var? Məzələnsən sən? Hə. 6. Deyə, burada. Orada yox, emin bəli. Belə 3 rəngdir, amma ayparağı da saysaq 4 rəngdir. Və bu düzdür. Sən bir qoşama oynayırsan və sənin bir dənə də Jokerin var. 4 düzdür. 4 düzdür, yaxşı getib paylaşmadım. Jokerdə atam və salam, bu da 4-2. Cahardır. Cahardır, bu da getdi. Azər qoşu atmaq lazımdır. Ən azından biabırçı şəkildə məğlub olur. Yox, yaxşıdır. Cahar pənc çıxdı, Cahar yoxdur. Sələr və mən Ələkbərə yenə sual verməliyəm. Sual əslində mən Azərə versəydim daha məqsədə uyğun olardı. Forrest Gump kinosunda oynayan aktyorun adı nədir? Yəni baş qəhrəman Tom Hanks. Bəli. Və sən 3 qoşa oynayırsan və sənin bir dənə Jokerin var. Bir dənə də şansın var, bəli. Qoşa atmaq lazımdır. Tanışdırma. Aparılmışam məncə. Tanışdırma qoşa təşkil edə bilərik. Du bir yəni. Getdik. Və 4 qoşa və mən sual verirəm Azərə. Azər, Game of Thrones taxt oyunları serialında Daenerys Targaryen'i oynayan aktrisanın əsl adı, həyatdakı adı nədir və burada 2 dənə A hərfi var. Həm adında, həm də ki soyadında. Emi nəsə, Emi Adams ola bilər. Emi. Sən bilirsən, hə? Emilia Clarke. Bam! Mən də olar, xaşınmışasın, hə? Demirəm, bir dənə də atırsınız, düşməsə cəza seçirsiniz, yoxsa qoşana atırsınız və siz... Tamam, mən qoşu atıram. Şans düşməsə cəza. Cəza nədir? Atılan zəri 3 dəfə Azər çox bərkdən səsləndirməlidir. Güya əsəbləşirəm. Güya əsəbləşirsiniz, qışqırırsınız, heç bir fərqi yoxdur. Misal üçün, düşdü 5-incisi, bam! Ki qoşam? Sən tamam, Bravo. Məncə, 2 qoşan özü qoxdu. Ələkbərə sual verir, Ələkbər, dünyanın ən dərin çökəkliyi hansıdır? Marian çökəkliyi. 2 qoşamı oynayırsan və səndə bir dənə də hətta Joker var. Mənə apardı ya, Ələkbər deyəm. Bəs mən nə deyirəm? 6-5. Getdi, qoşu atmaq lazımdır və suallara düzgün cavab vermək lazımdır çünki. Səbir. Bir dənə də qoşa gəlsəydi yaxşı olar. Du bir. Cahar sə. Cahar. Yox, sən oyna o, Cahar var. 6 6 sə.
Ələkbər keçirir. Şeyxsə, Oo. Şeyx qoşanı kim atdı? Yo. Suala düzgün cavab vermək lazımdır. Sual. Bu insan üçün balaca bir addım, bəşəriyyət üçün isə böyük bir sıçrayışdır. Bax, bu sözlər kimə aiddir? Mənə elə gəlir ki, dünyanın ən bədbaxt taleyli insanı ki, Qaqarin'in taleyi çox bənzərdir. Söhbət Louis Armstrong'dan. Louis yoxsa Louis Armstrong'dan. Louis Armstrong. dəqiq? Louis Armstrong. Bu Neil Armstrong. Neil Armstrong olub o, amma biz bunu düzgün cavab saysaq, bu düzgün olmaz. Ona görə saymırıq, amma bir dənə də qoşa ata bilərsən. Əgər qoşa düşsə miau, əgər düşməsə cəza. Miau cəza. Miau cəza. Dördüncüsü və cəza. Cəza da nədən ibarətdir? Ələkbər müəyyən bir məhsul seçir. Bu çox absurd bir məhsul ola bilər və Azər oynaya həmən məhsulun belə reklam səsləndirməsi kimi həmən məhsul və mətni də özü fikirləşir. Tamam. Və Ələkbər hansı məhsul? İstənilən. İstənilən məhsul seçə bilərsən. Bununla bağlı. Tualet kağızı. Azər tualet kağızını deməyə lazımdır. adı olsun Bickers. Bickers tuvalet kağızları. Yadınızdadır valideynlərinizin sizə toxunuşu. Bickers sizə eyni göstərir. Bickers sizə sevgi ilə toxunur. Bickers sizə toxunur ki, sizə sübut eləsin ki, siz hələ də yaşayırsınız. Siz Bickers'ın toxunuşunu görməsəniz, bilin ki, ölmüsünüz. Bickers hər yumuşaq yerinizə dəyməlidir. Həla, bravo. Əgər doğrudan da dünyada Bickers varsa, yoxdursa da açılsın təcili sürətdə və onun siması biraz düzgün çıxmır amma. Bəli. Mən bu oyunu bitirməliyəm. 6-3. İndi 6-3 yoxdur. 3. Bəli. Getdik. Getdik. Burada bir dənə qoşa yeri var əslində. 6-3. Hal-hazırda Amma yaxınlaşmışıq. Hətta sən biraz qabaqdasan. Şeyx qoşa! Amma ki bu demək deyil ki, siz Şeyx qoşanı oynaya bilərsiniz. Çünki biz paxılıq. La Casa de Papel serialına baxmısınız. Orada bütün bu planları quran, hər şeyi həll eləyən və bunların başçısı, onun adı nədir? Nə deyirlər? Nə kimi müraciət? Yəni Filmdə ya həyatda? yox, filmdə öz adı yox. Ona nə kimi müraciət edirlər? O kimdir onlar üçün? Professor. Düzdür. Yəni el onsuz da o ispanski nədir? 6 qoşan oynaya bilirəm də. Altı qoşanı oynayırsan və bir dənə də Jokerin var. Bir dənə də Jokerin var və Oyda nə düşə, du bir bu da atar 8 qoşa. Pardon. Bu demək deyil ki, oynayırsan. Şansın var. 6 qoşa düşdüyünə görə yenə bir sual verirəm və bunu oynamasa Ələkbər uda bilər əslində. Kim bilər də axırda belə olacaq. Azər sual kainatı müşahidə etmək üçün icad olunan ən son teleskopun adı, familiyası, adı nədir? Amma zarafatsız Ələkbər bəy adı ki, çox asan sualdır, ona görə mən belə bir sual verdim. Məncə mən burada müəyyən bir ipucular verməliyəm. İpucu 4 sözdən ibarətdir. İlk sözü adam adına oxşuyur və orada A hərfi var. Gəlin uzatmayım, bilmirəm cavabı. Təsvir olsun. Elon Musk, SpaceX, iPhone Pro. Yox, o deyil. Sağ olun, çox sağ olun. Şansdan istifadə edirlər. Şansdan istifadə edirsiniz və yaxud da Ələkbər oynayır. Yox, bu Oyun Ələkbər. Azər mənim hər cürə şərait yaradır ki, Təzdən salmırıq. bir dənə baxaq. Və üçüncüsü. Çox dəhşətli. Azər qoşa atmaq sərf eləmir indi sənə. Şeşək 2 dənə çıxdı. Əgər Ələkbər indi qoşa atsa və suala düzgün cavab versə, onda oyunudur. Yox, qoşa atmasa biz Azəri təbrik edirik. 100%. Beləliklə çox belə möhtəşəm. Birinci verilişin qalibi məlumdur. Bu
Azər Aydəmirdir birinci verilişimizin qalibi. Təbrik edirəm Azər. Sağ olun, çox sağ olun. Çox qəşəng oynadı. Həm həmşərim göydə qalır. Bu qədər. Mən nəsə deməliyəm axırda, yoxsa demirəm işte axırda. Və mən bunu simvolik olaraq istəyirəm. Bəli. Buraxın. Aqressiv. Nərd partiyasını mən heç vaxt unutmayacağam. Bu 100%-dir. Dostlar, siz oyunçu aparmasın verilişinə baxdınız. Gəlin verilişdə hansı qonağı görmək istəyirsinizsə, şərh bölməsində yaza bilərsiniz. Kanala abunə olmağı və like etməyi unutmayın.